Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan bildirib ki, Moskva və Tehran Tramp yolu layihəsində ABŞ şirkətlərinin iştirakı ilə bağlı narahatlıq səsləndirməyiblər. Mirzoyan vurğulayıb ki, regional aktorlar, Rusiya və İran bu prosesə destruktiv mövqedən yox, əksinə maraq və izləyici analizi statusu ilə yanaşırlar. Nazirin sözlərinə görə, bu layihə sırf mühəndislik infrastrukturu və logistika marşrutu kimi görünsə də, əslində Cənubi Qafqaz üçün yeni siyasi arxitektura elementidir. Çünki TRIP layihəsi həm regionda ticarət axınlarının marşrutunu dəyişir, həm də beynəlxalq aktorların bölgəyə daxil olma modelini yenidən formatlaşdırır. Mirzoyan bu açıqlamanı Orbeli Analitik Mərkəzində keçirilən sülh haqqında kviz, Ermənistan Xarici İşlər Naziri ilə söhbət konfransında edib. O qeyd edib ki, Ermənistanda hazırda ABŞ, Argentina, Çin və digər ölkələrə məxsus kapitalın iştirakı ilə çalışan çoxsaylı şirkətlər mövcuddur və bu, heç biri üçün president sayılmır. Mirzoyana görə TRIP layihəsi su ehtiyatlarının idarə edilməsi, energetika və ya hava limanı tipli texniki mülki layihələrlə tam müqayisə olunmasa da, siyasi çəkisi çox yüksək olan bir infrastruktur modelidir. Bu layihənin regionda sabitlik və sülhü müəyyən qədər təmin edən yeni elementlərdən birinə çevrilə biləcəyini də qeyd edib. Nazir açıqlayıb ki, ABŞ ilə danışıqlar hal-hazırda davam edir və onun şəxsi baxışına görə TRIP-in idarə etmə mexanizmi Ermənistan-ABŞ birgə şirkəti formatında olmalıdır. Bu şirkət həm inşaat, həm texniki idarə etmə, həm gündəlik koordinasiya ilə məşğul olmalıdır. Bu, ABŞ-a suverenlik üzərində nəzarət vermir. O bildirdi ki, suverenlik, hüquqi səlahiyyətlər və qərarvermə məsələləri artıq sənədlərdə formal olaraq təsdiq olunub və təsbit edilib. Burada müzakirə edilən məsələ yalnız icra və idarə etmə texniki modeli edir. Mirzoyan həmçinin xüsusi vurğulayıb ki, Rusiya və İran bu layihə ilə bağlı hansısa narazılıq və ya qırmızı xətt səsləndirməyiblər. Əksinə, hər iki tərəf prosesdə maraqlı görünür. Nazirin sözlərinə görə Rusiyanın artıq Ermənistanda başqa böyük bir infrastrukturun operatoru statusu var, Cənubi Qafqaz Dəmir Yolu şirkəti. Bu isə göstərir ki, Kreml üçün burada əsas məsələ təhlükəsizlik balansı və regional nəzarət mexanizmlərinin sabitliyidir. ABŞ aktorunun sırf iqtisadi səviyyədə prosesdə olmasının özü təhlükə kimi qəbul edilmir. Analitik baxışdan TRIP layihəsi regionda yeni multipolyar əməkdaşlıq formatının başlanğıcı kimi də qəbul edilə bilər. ABŞ-in iqtisadi aktor kimi daxil olması, Rusiyanın mövcud mövqeyinə paralel, İranın isə marşrut potensialına görə maraqlı olması, bu üçlü daxilində Cənubi Qafqazda yeni balans formalaşdırır. Bu balansda Ermənistan özünü yalnız geosiyasi tampon kimi deyil, aktiv logistika tranzit mərkəzi kimi mövqeləndirməyə çalışır.